Bugün psoriaz xəstəliyinin nə olduğu haqqında məlumat vermək istərdim. Xalq arasında Dəmirov adı ilə tanınsa da, əslində bu xəstəliyin adı psoriazdır və yaxud da digər adla daha sadə formada sədəf xəstəliyidir. Xəstəlik autoimmun xəstəlikdir. Bu nə deməkdir? Bu zaman həmin şəxsin immun sistemi aktivləşir, ancaq bu normal aktivləşmə deyil, daha çox aqressivləşmədir və immun sistemin bir qrup hüceyrələri dəridə yerləşən və dərinin üst qatının formalaşmasında iştirak edən keratinositlərə güclü siqnallar göndərir. Normalda keratinositlər çoxalırlar hər 28 gündən bir və dərinin üst qatının formalaşmasında, daha doğrusu təzələnməsində iştirak edirlər. Ancaq psoriaz xəstəliyi zamanı bu gün müddət 28 gündən 3-5 günə düşür və nəticədə dəri üzərində həm hüceyrələrin çoxlu şəkildə, həm də nizamsız bölünməsi nəticəsində plaklar dediyimiz kəbəklənmələr yaranır. Bu müxtəlif nahiyələrdə ola bilər, daha çox dirsək, diz nahiyəsində və yaxud da başın tüklü hissəsində yerləşir, yəni saç dərisində ortaya çıxır, ancaq müxtəlif formalarda və müxtəlif nahiyələrdə ola bilər. Digər tərəfdən bu xəstəlik heç bir halda yoluxucu deyil. Toxunma və yaxud da hər hansısa bir yolla bir insandan başqasına keçmir. Həmin insanda isə bu xəstəliyin formalaşmasında əsas meyarlardan biri genetikadır. Belə ki, əgər bir şəxsin genetikasında psoriaz xəstəliyi olan kimsə varsa, o şəxsdə də bunun ortaya çıxma ehtimalı yüksəlir. Ancaq bu xəstəlik dediyim kimi sadəcə dəri təzahürü ilə bitmir. Bəzi durumlarda daxili orqanları da tuta bilər. Belə ki, oynaqları tutur və oynaqları tutan xüsusi forması da var. Və yaxud da ürək damarlarında yer edərək ürək damar xəstəlikləri, şəkərli diabet xəstəliyinə də fon yaradır. Məhz buna görədir ki, hər nə qədər bu xəstəliyin %100 müalicəsi bugün günümüz tibbində olmasa da, xəstəliyin aqressiv getdiyi durumlarda onu kontrol altına almaq lazımdır. Və günümüzün müasir dərmanları ilə əslində bu xəstəlik çox yaxşı kontrol altına alına bilər. Sadəcə əgər sizdə də bu xəstəlik varsa və simptomlar özünü göstərirsə, bu sadəcə estetik problem deyil, həmçinin daxili orqanlar üçün də gizli bir təhlükə fonu yaradır. Məhz buna görə də xəstəliyin kontrol altına alınması və həkim nəzarətində olması bu xəstələrin mütləqdir. Çünki bu xəstəlik dediyim kimi ömür boyu davam edən xəstəlikdir. Heç bir şəkildə hal-hazırda müalicəsi yoxdur. Ancaq müxtəlif dövrlərdə, müxtəlif ataklarla, yəni aktivləşmələrlə özünü büruzə verir. Məhz bu aktivləşmələrdə də sizi tanıyan həkim tərəfindən yenidən bu durumun kontrol altına alınması çox önəmlidir. İzlədiyiniz üçün təşəkkürlər.